Hər vaxtınız xeyir olsun, əziz müsəlmanlar. Naziyyət surəsində və Nur surəsində, digər surələrdə də vacib bildirilənlər var. Onları əməl etmədikdə bilirik ki, cəhənnəmə düşmək mütləqdir. Yəni, mütləq olacaq ki, həmin adamlar cəhənnəmə düşəcəklər. Vacib olanlardan bir neçə ayəni, Naziyyət surəsinin ayələrini sizə bildirim. Allahımız buyurur ki, kim dünyada azğınlıq etmişsə, yəni dünyada Mürtəzədə yazır, bilirik ki, Quran dünyaya aiddir, ölülərə aid deyil. Kim azğınlıq etmişsə, fikir verin, dünyanı axirətdən üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni cəhənnəmdir. Yəni, Quranı sevməyən, sevirsə də oxumayan, oxuyursa da əməl etməyən bir insan azmış kimsə olacaq, dünyanı axirətdən üstün tutmuş olacaq. Yəni, başını nə qaldır ki, bir insan əgər Quranı əməl etmirsə, oxumursa? Nə qatsa da Allahımız başqa ayələrdə buyurur ki, nə oğul uşağınız, nə də mal dövlətiniz sizi Allahın zikrindən yayındırmasın. Belələri əsl ziyana uğrayanlardır. Nə mal dövlətiniz, nə də oğul uşağınız sizi Allahın zikrindən yayındırmasın. Belələri əsl ziyana uğrayanlardır. Kim azğınlıq etmişsə, dünyanı üstün tutmuşsa axirətdən, şübhəsiz ki, onun məskəni cəhənnəmdir. Amma kim Rəbbinin huzurunda, yəni qiyamət günü durmaqdan qorxmuş və nəfsinə istəyini fikir verin. Burada şəhvət söhbətidir. Həmçinin birinci növbədə, yəni nəfsinə istəyini, şəhvəti, yəni qadağan etmişsə, hər kəs həqiqətən onun yurdu cənnətdir. Və Nur surəsində də, Nur surəsində Allahımız birinci ayəsində buyurur ki, bu nazil edib, yəni bu surə nazil edib, hökmlərini vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız. Yəni, Allahımız bilir ki, biz bu günə çatacaqdıq, çatmışıq da, yəni dəhşətli geyimlər var, küçəyə çıxanda müsibətdir. Yəni, adam dəhşətə gəlir ki, insanlar niyə belə edir? Bu, hökmlərini vacib buyurduğumuz surədir, deyir Allahımız birinci ayədə və 30-cu ayədə ilk olaraq kişilərə buyurur ki, mömin kişilərə deyil. Hər kəs bilirsə, deməlidir. Mən də deyirəm. Gözlərini haram edilmiş şeylərdən çevirsinlər. Ayıb yerlərini qorusunlar, örtsünlər, örtülü saxlasınlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərini bilir, xəbərdardır. Sonra 31-ci ayədə Allahımız buyurur ki, mömin qadınlara deyir ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər. İnan ki, yolda belə gəzirəm, sevirə gözümü. Müsibətdir da, müsibət kişi, qadın, qoca da qalmayıb ki, nə müsibət geyimlər geyinirlər. Dalınca gəlir ki, ayıb yerlərini qorusunlar, yəni örtülü saxlasınlar. Öz-özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər. Ardında özünüz oxuya bilərsiniz. 24-cü Nur surəsinin 31-ci ayəsi idi, yarımçıq oxudum. İndi mənə də deyirlər ki, sən pis yazırlardır ki, sən niyə izah bağlamışsan, mən sizə deyim. Nur surəsinin 60-cı ayəsi. Qulaq asın. Heyzdən və doğuşdan kəsildikləri üçün ələ getməyə ümidi qalmayan yaşlı qadınların mənə aiddir. Qadağan olunmuş zinətlərini, zinət yerlərini naməhrəmə göstərmədən, yəni zinət, yəni qadağan olmuş zinətlərini bilirik də, yəni gözə gəlinli yerlərini, aid yerlərini
naməhrəmə göstərmədən üst paltarını, yəni çarşaf, niqab, bürüncək, hicab çıxartmasında, üst paltarını, yəni hicabını çıxartmasında günah yoxdur. Bilir ki, hicab mənasında. Yoxsa mən bu paltarını da çıxardım, nə qalacaq? Yəni olmaz dedi. Yəni açıq mötəzədə də izah olunur. Yəni hicabını çıxartmaqda Allahımız buyurur ki, günah yoxdur. Gedin arxasını da oxuyun, mən də oxuya bilərəm. Niyə oxumayım ki? Bununla belə həmin geyimləri soyunmaqdan çəkinmələri, yəni kim soyunmazsa o hicabı daha yaxşıdır. Allah hər şeyi eşidəndir, biləndir. İndi Allahımız nəyə görə deyir ki, məsəl üçün hicabı açmaq olar, mən də açmışam, 50 yaşımda artıq açmışam. Çünki yaşlı insanlar, qadınlar daha zəif olurlar. Məsələn, mən əvvəl 10 neçə il belə, 15 ildən çox deyəsən oldu, mən hicab bağladım. Hicabı bağlayanda özümü güclü hiss edirdim. Yəni, tərliyirdimsə də vecimə deyildi. Mən corabım əynimdə, heç lazım deyil əslən corab bağlamaq, mən buranı da belə çovqanı da gizlətmək. Hətta mən eləyirdim elə, sonra nə bilim, qolçuq bağlamaq, əlimin üstünə qədər hər yeri bağlayırdım. Əslində o yox, onlar düzgün deyil. Sadəcə başına yaylıq bağlamaq, hicab budur. İndi yaxşı, mən bu kanalımda zat adlı bölmədə düyməciyi basanda kanala girib. Zat adlı düyməciyi basanda, zatçı yəni axırıncı, məsələn yazılır videolar, playlist, short, sonra da zatçı axırıncıdır. Yəni o knopkana basanda mən paylaşacağım, baxarsınız. Yəni həqiqətən də səhv deyil, məntiqə uyğun geyim, əsl hicab nədir onu mən orada göstərmişəm. Kimsə, Allahımız buyurur ki, heç kəsə mən ağırlıq istəmirəm, yüngüllük istəyir, Allah bizə yüngüllük istəyir. Yəni, buradan iynə ilə belə bağlayayım, buradan belə bağlayayım, ay, bura görsəndə nə oldu? Nə olar ki, bu tük görsənəndə? Allah bizə demir ki, sən saxsın, mən orada paylaşacağım, baxmaq istəyən baxsın. Və bilmədiyini danışmasın heç kəs, Quranı oxumadan, kütədə nə gördüyünü, başqalarını aşılamasın, nə o geyimlər düzgün deyil, dar şalvarlar, müsibət şeylər geyinirlər, dar yufqalar. Nə də ki, kimsə bürünürsə, mənə deyirlər, əvvəl dolma kimi küçülürsə. Dolma kimi küçülmək də düzgün deyil. Kim istəyir, küçülsün yaxşı. Onun günah saymır. Amma ki, əsl həqiqəti Zat adlı bölmədə Nur surəsinin 31-ci ayəsini paylaşaraq orada göstərəcəm. İndi inşallah sağ olun. Qızıl kimi vaxtınızı elə qızıl kimi yox, brilliant kimi də yox, ondan da üstün olan Qurana bağlasaz, həsr eləsəz, mən də inşallah gedim inşallah yenə oxuyaram, yenə paylaşaram. Çox gözəl olar. Sağ olun. Allah'a emanet.